Salam, mən Şəhid Fikrət Həzrətquliyevəm. Mənim qardaşım Rauf Həzrətquliyev də mənim kimi naməlum itkidir. Buradan sözüm bütün şəhid ailələrinə və itkin ailələrinədir. Biz itkinlərik, biz şəhidik. Amma ruhumuz sizinlədir, ürəyinizdədir. Bacılar, analar, yarlar, sizə söz veririk. Qurbanlıqlarımız, döyüşlərimiz boş deyil. Hər düşüncənizdə, hər xatirənizdə bizim varlığımızı hiss edin. Bir gün qaydacağıq, bir gün yenidən qovuşacağıq. O vaxta qədər ürəyinizdə yaşayacağıq. Sizinlə nəfəs alırıq. Sizi sevirik və heç vaxt sizi unutmayacağıq. Unutmayın, şəhidlər və itkinlər eyni yerdədir. Yaralandın, al qanın töküldü üst başına. İnildəyərək baxdın dağlı qarlar başına. Son sözünü deməyə sən bir kimsə tapmadın. Səssizcə göz yaşların axdı solğun yanağına. İnildədin, iniltin dağa daşa yayıldı. Sənin bu iniltinə quşlar fəryad qopardı. Bizi qursu içmək istədin sən bu anda. Anan qurbanı o, mən çatmadım dadına. Kimlər keçdi könlündən, mənə söyləsən özün. Sənsiz kimə lazımam? Siz cavab ver, sən özün. Sən yaralarına, mən qurban olum özüm. Tökülən al qanına qurban olum mən özüm. Bircə gün üzünü görə biləydim, ömürlük həsrətim söylə hardasan.